Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Özəl müsahibə verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu dəfə biz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında danışacağıq. Ümumiyyətlə, universitet 2025-ci ildə qarşısına qoyduğu hədəflərə nail ola bildimi və 2026-cı ildən, yəni yeni ildən gözləntilər nələrdir? Bu və digər sualları müzakirə edəcəyik. Özəl müsahibənin özəl qonağı isə bugün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovdur. Rüfət müəllim, xoş gördük sizi, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvət üçün. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Suallar çoxdur, ona görə də vaxt itirmədən ilk sualına başlamaq istəyirəm. Rüfət müəllim, bilirik ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin ənənələrə malik bir təhsil ocağıdır. Lakin etiraf etmək lazımdır ki, son illərdə daha doğrusu universitetin müasir çağırışlara uyğunlaşması istiqamətində müəyyən gözləntilər yaranmışdı. Siz gəldiyiniz dönəmdən, yəni sizin rektor olduğunuz dönəmdə dəyişməli olduğunuz əsas məqam nə idi? Ki, yəni islahatlara başladınız bildiyimiz qədərilə. Yəni buna səbəb nə idi və ümumiyyətlə sizin fikrinizdəki, xəyalınızdakı ideal Adinsu modeli necədir? Çox sağ olun, maraqlı sualdır. Çox düzgün qeyd edirsiniz ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti müxtəlif dövrlərdə adı müxtəlif cür olsa da ölkəmizin ən qədim universitetlərindən biridir, tarixi ənənələrə sahib universitetlərimizdən biridir. Əlbəttə ki, dövrün çağırışlarına uyğun olaraq bizim bir strateji inkişaf planımız hazırlanmaqdadır. Bu illəri artıq biz onun demək olar ki, böyük hissəsini 90%-ni hazırladıq və yanvar ayında artıq həmin o strateji inkişaf planından irəli gələrək bizim illik fəaliyyət planlarımız olacaq. Adınsuda elmi mərkəzlər yaradılması nəzərdə tutulur. Elmi tədqiqatçı müəllim statusları ilə bağlı artıq meyarlar müəyyən olunub və ilk tədqiqatçı müəllimlərimiz də artıq təyin olunub, seçilib. Əlavə olaraq daxili qrant ilk dəfə olaraq bu il ayrılıb ki, elmi tədqiqatla bağlı müxtəlif elmi tədbirlərdə iştirak etmək üçün büdcə ayrılıb və meyarlar müəyyən olunub. Keyfiyyətli tələbə qəbul etmək istəyirik və çox güman ki, bu ildə bakalavr səviyyəsində Adınsuya qəbulu biz müəyyən qədər azaldacağıq. Amma magistratura, doktorantura səviyyəsində artma ehtimalı var. Çünki elmi tədqiqat universiteti oluruqsa bizim çoxlu doktorant və magistr tələbələrimiz olmalıdır və onlara keyfiyyətli tədris verməliyik. Yeni sabah proqramları çərçivəsində bildiyiniz kimi ən çox tələbə Azərbaycan Dövlət Neft Sənaye Universitetindədir. Yəni burada bizim sayımız artıq artıb. Gələcək 2-3 ildə sabah proqramlarında təhsil alan tələbələrin sayını biz təqribən 3000-ə çatdırmağı düşünürük. Eyni zamanda bilirsiniz ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində ikili diplom proqramları mövcuddur. Strasburg Universiteti ilə Adınsu arasında. Orada da bizim tələbə sayının artması gözlənilir. Yəni ən yaxşı keyfiyyətli proqramlarımızda olan tələbələrin sayını artacaq. Beləcə də biz keyfiyyətə nail olmağa çalışacağıq. Belə bir sual verəcəkdim sizə ki, Adinsunun maddi-texniki bazası imkan verilmi ki, tədqiqat işləri aparılsın? Bəli. Yaxşı sualdır. Yəni ümumiyyətlə planda nələr var? Planda əlbəttə ki, indi bu strategiyadan irəli gələrək fəaliyyət planları var. Əlbəttə ki, bu fəaliyyət planları bizim belə deyək, laboratoriya, infrastruktur, tədqiqat institutlarının yaradılması, keyfiyyətli kadr potensialının cəlb olunmasını da nəzərdə tutur və bütün bunları etmək üçün bizə nə qədər vəsait lazımdır, biz onu da hesablamışıq. Düşünürəm ki, tədricən, hamısı birdən olmasa da tədricən biz bu məsələləri yerinə yetirə biləcəyik. Yüksək əmək haqqı təklif edərək mütəxəssis, yəni potensiallı kadrlar axtarırdınız və tələblər də kifayət qədər yüksək idi. Bilmək istərdim görüm, kadrları, həmin o istədiyiniz o kadrları cəlb edə bilmisiniz Adinsuya, yoxsa kadr çatışmazlığı var? Ümumiyyətlə qeyd etmək istərdim ki, Adinsunun özünün mövcud kadr potensialı, belə deyək, kifayət qədər yaxşıdır.
kifayət qədər yaxşı müəllimlərimiz var. Uzun illərdən bəri yaxşı tədris və elmi fəaliyyət təcrübəsi olan müəllimlərimiz var. Onlarla biz çox yaxşı işlər görməyə çalışırıq. Eyni zamanda yeni çağırışlara uyğun olaraq da gənc kadrları biz cəlb etməyə başlamışıq. Bu gənc kadrlar əsasən dövlət proqramı ilə xaricdə təhsil almış, orada doktorantura dissertasiyalarını müdafiə etmiş gənclərdir. Bizim bugünkü gündə ANUNSU ilə Strasburg Universiteti arasında olan əməkdaşlıq nəticəsində artıq Strasburgda bizim 12 doktorantımız təhsil alır və bu yaxınlarda onların bir neçəsi müdafiə edib qayıdan kimi biz onları işlə təmin etmişik. Hazırda onların sayı 4-dür, yəni son 2 ayda 4 müdafiə etmiş tələbəmizi biz işlə təmin etmişik. İşlə təmin etmək o deməkdir ki, onlara kifayət qədər yaxşı, belə deyək, şərait və əmək haqqı təklif olunub. Çünki onlar kifayət qədər rəqabətli kadrlardır. Onlar özlərinə çox asanlıqla Avropanın istənilən ölkəsində çox yaxşı işlə tapa bilərlər. Amma sağ olsunlar ki, məsuliyyət hiss edib, ölkənin inkişafı ilə bağlı ölkəyə qayıdıblar və bizim təkliflərimizi qəbul ediblər. Sualınıza gəlincə isə, bəli, biz görünən odur ki, kadr tapmaq mümkündür. Meyarları düz qoyanda və məsuliyyətə uyğun, yaxşı əmək haqqı təklif edəndə kadrlar tapa bilirik. Tədqiqatçı müəllimlərlə bağlı, məsəl üçün, biz elan etdik. Meyarlar kifayət qədər yüksək idi. Amma yenə də müraciət edənlər oldu və onların içindən seçilənlər də oldu və kifayət qədər hazırda yaxşı tədqiqatçı müəllimlərimiz var. Rüfət müəllim, sizin bioqrafiyanıza baxanda, yəni müsahibədən öncə mən biraz sizin bioqrafiyanızı araşdırdım. Xüsusilə bir nüans mənim diqqətimi çəkdi ki, siz 1998-ci ildə kimya üzrə Mendeleyev olimpiyadasının qalibisiniz. Bilirik ki, olimpiyada qaliblərə əsasən fundamental elmlərə üstünlük verirlər, amma siz isə böyük bir təhsil ocağının rəhbərisiniz. O illərdəki qalib ruhu sizin indiki idarəçiliyinizdə sizə necə kömək edir? Yəni, kimyaçı gözü ilə baxsaq, Adinosunun uğur formulunu necə təsvir edirsiniz? Çox maraqlı sualdır. Belə deyək, qalib ruhu çox vacibdir. Məsəl üçün, bizim ölkəmizdə qalib bir ölkədir və biz görürük ki, o qalibiyyət ruhu ölkənin müxtəlif sahələrində inkişafa çox ciddi təsir göstərir. Yəni, bir dəfə qalibiyyət əldə etmək o qədər çətin deyil əslində. Əsas onu həyatın müxtəlif dövrlərində, müxtəlif sahələrdə saxlamaq məncə daha vacibdir və bunu insanlar üçün faydalı etmək çox vacibdir. Düzgün vurğulayırsınız ki, o ruh çox vacibdir, amma bütün bu işləri görərkən də ətrafda olan insanlar, müəllimlər, tələbələr, digər sistemdə olan, necə deyim, tərəflər nəzərə alınmalıdır. Yəni, tək qalib olmaq olmaz. Qalib olarkən səninlə birgə bir universitet qalib olmalıdır, bir sistem qalib olmalıdır, bir dərs deyirsənsə həmin qrup qalib olmalıdır və burada insanların o qalibiyyəti birgə qəbul etməsi çox vacibdir. Çox yaxşı bir məqama toxundunuz. Universitetlərin reytingi ilə bağlı bilirik ki, Adinosu da universitetlərin reytinqində ön sıralarda belə deyək, yer tutub və ümumiyyətlə hədəfdə nələr var? Reytinqlər, belə deyək, Adinosu üçün əsas hədəf deyil. Əsas hədəf bizim özümüzün bir strategiyası var. Bayaq dediyim kimi, elmlə bağlı, tədrislə bağlı, beynəlmiləşməklə bağlı. Düşünürəm ki, biz onları elə düzgün şəkildə edərsək, tədricən reytinqlərdə də biz yüksələcəyik. Reytinqlərin özünə məxsus üstünlükləri də var. Onlar bizi əməkdaşlığa təşviq edir, istər sənaye ilə, istər xarici universitetlərlə. Onlar bizi eyni zamanda beynəlmiləşməyə də müəyyən qədər təşviq edir. Bu mənada görülən işləri biz
planladığımız işləri biz düzgün şəkildə görərsək, növbəti illərdə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin dayanıqlı şəkildə reytinqlərdə irəliləyəcəyini biz görə biləcəyik. Rüfət müəllim, son illər görülən işlərdən hansını uğur, hansını isə hələ tamamlanmamış hesab edirsiniz? Sadalasaq, hansı yaxşı addımlar olub? Bu ilk növbədə düşünürəm ki, biz yeni qəbul planlarında universitetdə ingilis dilində təhsili artırdıq. Yəni qəbulda ingilis dilli qrupların sayını çoxaltdıq. Bu hal-hazırda universitetdə təqribən 25% tələbə, yəni yeni gələn tələbələr, birinci kurslar ingilis dilində təhsil almaqdadır. Bu, həm də bizim üçün müəllim potensialı ilə bağlı yeni çağırışdır. Çünki ingilis dili qrupu açmaq olar, amma orada həqiqətən də müəllim yeni standartlara uyğun olaraq ingilis dilində tədris apara bilməlidir. Düşünürəm ki, bu çox yaxşı addım oldu. Yeni sabah qruplarının universitetdə yaradılması və ən çox bunun adını suda birinci kurslardan yaradılması və bizim bu yeni sabah qrupları ilə bağlı öz yanaşmamız oldu. Hər bir sabah qrupuna uyğun olaraq, hər bir proqrama uyğun olaraq, yəni proqram klasterləri yaratdıq. Məsəl üçün, birinci klaster IT texnologiyaları ilə bağlıdır. Orada data analiz, belə deyək, kompüter mühəndisliyi və s. Bu bir klasterdir. Ora, məsəl üçün, biz bir təcrübəli və bu klasterin müasir çağırışlarını bilən, yeni proqram təminatlarını bilən bir əməkdaşımızı, xaricdə oxumuş əməkdaşlığımızı, məsələn, rəhbər təyin etdik. İkinci klaster oldu kimya mühəndisliyi və neft kimya ilə bağlı, neft qazı ilə bağlı. Orada yenə eyni şəkildə çox yaxşı bir gəncimizi, Çində təhsil alıb gəlmiş gəncimizi rəhbər təyin etdik. Digərinə sonuncu klasterımıza, hansı ki, sənaye mühəndisliyi, avtomatlaşdırma, ümumiyyətlə sənayedə olan mühəndisliklərlə bağlı klasterdir. Orada yenə də uğurlu bir gənc doktorantımızı rəhbər təyin etdik. Universitetdə bir neçə yeni mərkəz quruldu. Bunlardan ən vacib olanlardan rəqəmsal energetika laboratoriyası idi. Bu, tamamilə özəl sektorun sərmayəsi ilə qurulan bir laboratoriya oldu və təkcə universitetdə energetikanın rəqəmsallaşmasında deyil, eləcə də sənayedən gələn əməkdaşlara təlim keçmə imkanları yaradır. Universitetdə əlavə gəlirlər cəlb etmə imkanı bizə yaradır. Eyni zamanda Rəqəmsal İnkişaf Nazirliyi ilə bir yerdə universitetdə innovasiya mərkəzi yaradıldı. Onun içində 12 laboratoriya yaradıldı, hansı ki, bizə prototiplərin qurulmasına kömək edəcək. Bizim o laboratoriyamız heç də, məsəl üçün, Stanford'un dizayn laboratoriyasından geri qalmır. Orada bütün avadanlıqlar mövcuddur. Alternativ enerji mənbəyi laboratoriyası universitetdə hal-hazırda yekunlaşmaq üzrədir. Bu da BP şirkətinin dəstəyi ilə böyük olan sərmayələrdən biridir. Universitet sənaye əməkdaşlığına toxundunuz. Bu tez-tez vurğulanır. Ümumiyyətlə, bu əməkdaşlıq tələbələr üçün konkret olaraq nə vəd edir? Real iş yeri, yoxsa sadəcə təcrübə kağızı? Belə deyək, bizim ümumiyyətlə sənaye ilə əməkdaşlığa baxışımız dəyişməlidir. Sənaye ilə əməkdaşlıq təkcə tələbələrlə bağlı olmamalıdır. Tələbələrin sənaye təcrübəyə göndərilməsi bu çox yaxşıdır. Tələbələr orada təcrübə əldə edirlər və əlbəttə ki, bu təcrübə nəticəsində onlar bəzən işlə də həmin o iş yerində təmin olunurlar. Amma yenə də o təcrübə onlara başqa iş yerlərində də işlə təmin olunması üçün kömək edir. Bütün hallarda bu müsbət haldır və artıq düşünürəm ki, yeni qaydalara uyğun olaraq tələbələr sənaye təcrübələrinə təkcə 4-cü kursda deyil, 2-ci, 3-cü, 4-cü kursdan etibarən başlaya bilərlər. Artıq Nazirlik tərəfindən yeni qaydalara uyğun olaraq bunu universitet özü qərar verir ki, tələbəni nə vaxt təcrübəyə göndərsin. Bu düzdür, yeni qaydadır, biraz
çətindir bunu tətbiq etmək, amma düşünürəm ki, biz tez bir zamanda bunu tətbiq edə biləcəyik. Sənaye ilə əməkdaşlıq ümumiyyətlə təkcə tələbələrdən ibarət olmamalıdır. Sənaye ilə əməkdaşlıq sənayenin problemlərini həll etməyə qadir olmalıdır universitetlərimiz. Sənayedə olan tədqiqat sualları, daha çox eksperimental tədqiqat sualları, yeni layihələrlə bağlı hansısa konsultasiya xidmətləri, bu həm universitet üçün bir gəlir mənbəyi olmalıdır, həm də sənaye üçün bunu daha dayanıqlı və sərfəli edən bir tərəf ola bilərik. Yaxşı bir mövzuya toxundunuz. Elə bu yaxın zamanlarda çox uzaq keçmişdir. Elm və Təhsil naziri cənab Emin Əmrullayev də bir məsələyə toxunmuşdu ki, universitetlərin gəliri tələbə sayından asılı olmamalıdır. Yəni universitetlər özünü maliyyələşdirməyə bilməlidir. Mən bilmək istərdim, görüm sizdə bu yöndə işlər nə yerdədir və ümumiyyətlə sizə konkret olaraq sualı belə versəm, məsələn deyiblər ki, Rüfət müəllim, bu tədqiqat işini görün, bunun müqabilində sizə müəyyən maliyyə dəstəyi göstərəcəyik. Çox yaxşı sualdır və bu yaxınlarda cənab nazir də öz NASCO konfransında da vurğulamışdı ki, universitetlərimiz sənaye ilə çox yaxından əməkdaşlıq etməlidir. Çünki bütün data göstərir ki, bu əməkdaşlıq yox səviyyəsindədir. Bu mənada bizim bir araşdırmamız da hətta var ki, bu niyə baş vermir? Və açığı burada əsas məsələlərdən biri sənayenin universitetlərimizə inanmasıdır ki, ümumiyyətlə universitet hansısa problemi həll edə bilər. Bu inam çox aşağıdır. Bunun da obyektiv səbəbləri var. Uzun illər ərzində universitetlərimiz burada çox da təşəbbüs göstərməyiblər. Onun üçün ilkin etapda, məsələn, belə deyək, siz bizə vəsait ödəyin, biz sizin üçün iş görək, başlaya bilməyəcəyik, çünki burada güvən yoxdur. Ona görə ilkin etapda biz sənaye üçün kiçik layihələr etməliyik. Onlar görməlidirlər ki, ümumiyyətlə biz iş görə bilirik və görəndə ki, biz iş görə bilirik, hansısa xarici şirkətə yönləndirdiyi bir servis işini və yaxud da tədqiqat işini universitetə yönəldə bilər. Əgər hiss etsək ki, universitetdə potensial var. Bu həm şirkətə sərfəli ola bilər, çünki universitet ölkədədir, xarici şirkət deyilik. Həm də universitet üçün bu bir gəlir mənbəyi ola bilər. Biz artıq bu prosesə başlamışıq. Bu yaxınlarda SOCAR-ın dəstəyi ilə ölkədə çox yaxşı bir, belə deyək, konfrans keçirildi. Bu, sənayedə bütövlüyün idarə olunması ilə bağlı idi. Orada sırf sənaye şirkətləri iştirak edirdilər, kifayət qədər çoxlu beynəlxalq şirkətlər iştirak edirdi. Ümumiyyətlə, belə bir konfransın ölkədə keçirilməsi çox yaxşı idi və Azərbaycan Dövlət Neft Sənaye Universiteti həmin konfransın tədqiqat partnyoru idi. Tədqiqat nəticələrini də həmin o konfransda təqdim etdik. Məndən başqa bizim digər əməkdaşlar da müxtəlif panellərdə iştirak etdilər. Demək olar ki, orada ən, belə deyək, çox təmsil olunan tərəf də elə biz olduq və sonunda da orada həmin əməkdaşlığa görə də bizə yaxşı bir mükafat da verildi. Ən əsası o idi ki, bir hesabat təqdim etdik. Sənayenin özünə, sənayedə olan vəziyyət haqqında çox dərin bir hesabat təqdim etdik. Və hətta o tədbirdən sonra bizi artıq başqa layihələrə də cəlb etmək istəyirlər. Hətta bir şirkət artıq təklif edir ki, gəlin bizim şirkətdə texnoloji bütövlüyün hansı vəziyyətdə olması ilə bağlı bir audit keçirdin. Siz təsəvvür edin, biz onu düz edə bilsək, digər şirkətlərdə də bunu edə biləcəyik. Özümüzün prosedurları olacaq. Burada yəni ilk başda çox kiçik layihələrlə güvəni qazanmaq çox vacibdir. Bu bir tərəfi məsələnin, ümumiyyətlə universitetin 3 gəliri ola bilər. Biri bu institusional gəlirdir, hansı ki tələbə gəlirləri və dövlət sifarişi ilə dövlət tərəfindən gələn gəlirlərdir. İkincisi, elmi tədqiqatdan gələn gəlirlər olacaq, hansı ki bu sənayedən əsasən gəlməlidir.
eləcə də elmi qrantlardan gəlməlidir. Elmi qrantlara biz əməkdaşların müraciətini indi təşviq edirik. Özümüz də daxili elmi qrantlar elan edirik ki, onlar həmin o qrantları yazmağa öyrəşsinlər, öyrənsinlər ümumiyyətlə layihə yazmağı. Və növbəti etapda artıq qurulmuş tədqiqat qrupları özləri müxtəlif beynəlxalq qrantlara və yerli qrantlara müraciət edəcəklər. Üçüncü isə sənayeyə xidmətdir, hansı ki vurğuladım. Bu sənayedə məsələn bizim ayrıca ixtisas artırma institutumuz var. Adın üstünün nəzdində ixtisas artırma institutu var və planlardan biri odur ki, qısa bir zamanda həmin institut beynəlxalq standartlara uyğun olaraq təlimlər təşkil edə bilsin. Rektorluqla tələbələr arasındakı ünsiyyət yetərlidirmi? Yəni başqa sözlə desə, tələbələr rahatlıqla problemlərini sizə deyə bilirmi? Bizim hal-hazırda arzu etdiyimiz ondan ibarətdir ki, tələbənin şikayəti ümumiyyətlə rektora qədər gəlib çıxmamalıdır. Təsəvvür edin ki, universitetdə 20 min tələbə təhsil alır və hamı düşünür ki, mənim problemimi rektor həll edə bilər. Ona görə hamı rektora müraciət etmək istəyir. Bu mənada biz elə bir idarə etmə sistemi qurmağı hədəfləyirik ki, birinci ümumiyyətlə tələbənin, belə deyək, hər hansı bizdən irəli gələrək tələbənin problemi olmamalıdır. Bizdən irəli gələrək nə deməkdir? Hansısa tutor hardasa, hansısa sənədi unudub, hansısa izahata baxılmayıb, hansısa arayış vaxtında verilməyib ki, tələbənin problemi çıxır, məsələn, diplom ala bilmir. Bu bizdən asılı olan problemdir. Biz bunları sıfıra endirməliyik. Bu problemlər ümumiyyətlə olmamalıdır. Əgər tələbə öz qiymətindən narazıdırsa, biz ona yenidən baxmağa etiraz etməməliyik. Ola bilsin, hamının gözündən nəsə qaça bilər. Ən azı tələbə özü də əmin olmalıdır ki, o necə qiymətləndirilib və nə üçün həmin o balı alıb. Burada yəni müəllimlərin bir növ mən bir dəfə yoxlamışam, daha yoxlamayacağam və yaxud da mən niyə yoxlamalıyam. Biraz ego məsələlərini biz qırağa qoymalıyıq. Bu mənada da apellyasiya komissiyası ilə keçən semestr artıq çox yaxşı işlədi. Bu ildə daha da o təkmilləşəcək. Bu problemi də biz tez bir zamanda aradan düşünürəm ki, götürəcəyik. Sonra müraciətlər olur ki, sosial problemlərlə bağlı, tələbələrin sosial problemləri ilə bağlı, ödənişlərin gecikməsi ilə bağlı. Bununla bağlı da bizim sosial məsələlərlə bağlı kifayət qədər yaxşı işlər görülür. Hətta tələbələrlə, təhsil alanlarla iş şöbəsi yaradılıb ki, bu əvvəllər belə bir şöbə yox idi. Tələbələrin əgər yerlərdə, yəni fakültələrdə problemləri öz həllini tapa bilmirsə, mərkəzləşmiş şəkildə onlar artıq həmin o şöbəyə müraciət edə bilirlər və həmin o şöbə o problemləri izləyir ki, onlar öz həllini tapsınlar. Amma bu başlanğıcdır, düşünürəm ki, burada daha çox iş görülməlidir. Rüfət müəllim, məzunlarınızın neçə faizi öz ixtisasları üzrə iş tapa bilir? Ümumiyyətlə bu statistika siqanidir? Belə deyək, ümumiyyətlə Azərbaycan Dövlət Neft Sənaye Universiteti ölkədə olan dövlət universitetləri arasında məşğulluq reytinqinə görə birinci yerdədir. Baxmayaraq ki, bizim məzunların sayı çox olur, təqribən 3500-ə yaxın məzun olur hər il bakalavr səviyyəsində. Buna baxmayaraq onlar iş tapa bilirlər. Əlavə olaraq onların neçə faizi öz ixtisası üzrə iş tapır. Biz özümüz yenə də bunu izləmirik, amma bunu yenə də Məşğulluq Agentliyi, indi də observatoriyanın apardığı tədqiqatlar var. O sırf onlar bu işlə məşğuldurlar. Burada görünən ondan ibarətdir ki, ümumiyyətlə ölkədə məzun olanların hardasa 60%-dan bir qədər artığı tez bir zamanda iş tapa bilir. Amma onların təqribən 10%-ı öz ixtisasları üzrə işləmirlər. Nəzərə alsaq ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetində məzunlar qısa bir müddətdə iş tapa bilir. O 10% göstəricisi bizdə daha azdır.
Yəni bu hardasa 8-10% arası ola bilər ki, onlar öz ixtisası üzrə işləmirlər. Bizim məqsədimiz tələbələrin məşğulluqla təmin olunmasından əlavə onların yüksək maaşlı işlərlə təmin olunmasıdır. Bir var, məsəl üçün, hansısa bir yaxşı müəssisədə mühəndis olaraq işə girəsən, bir də var texnik olaraq, elə həmin sahədə texnik olaraq, operator olaraq işə qəbul olasan. Düzdür, bu ixtisasa yaxındır, amma biz istərdik ki, bizim məzunlarımız əmək bazarında daha çox, daha yüksək maaşlı işlərə cəlb olunsunlar. Rüfət müəllim, bəzən səslənir ki, ali təhsildə bəzi islahatlar kağız üzərində qalır. Adinsu bu deyilənlərdə nə ilə fərqlənir? Adınsu bu deyilənlərdən nə ilə fərqləndiyini hələ göstərmək imkanı olmayıb, mən deyərdim. Xüsusilə qeyd etmək istərdim ki, bizim hələ kağızımız yoxdur. Yəni bizim hələ kağız yoxdur, amma hələ ki iş görürük. Həmin o kağız olacaq, yəni strategiya formal şəkildə olacaq və biz onu səhifədə də yerləşdirəcəyik. Çox güman ki, 2026-cı ilin yanvar ayında. Ondan irəli gələrək bizim çox dəqiq fəaliyyət planlarımız olacaq. Məsəl üçün, deyirik ki, Adınsuda olan jurnalların hamısı Scopus bazasında indekslənməlidir. Gələcək 5 ildə. Biz bilirik ki, bu hansı jurnallardır və hansı il, hansı indekslənməlidir və bu kim tərəfindən olmalıdır, hansı fakültədə olmalıdır və bunu edənə biz hansı mükafatı təqdim edəcək. Bunlar hansı bilinəcək həmin o strategiyada, ondan irəli gələn fəaliyyət planında və bunu izləmək rahat olacaq. Ondan sonra biz baxacağıq ki, bunun neçə faizini edə bilirik, neçə faizini edə bilmirik, yəni neçə faizi kağız üzərində qalır, amma neçə faizini biz çatdırıq. Belə deyək, fəaliyyət planları və yaxud da strategiyalar niyə işləmir sualına gəlsək, orada arzu, istək, məqsəd yazılır, hədəflər də yazılır, amma bu hədəflərə uyğun olaraq xərclər hesablanmır. Məsələn, biz deyirik ki, biz istəyirik ki, universitetdə müəllimlərin 15% əcnəbi müəllimlər olsun. Bu 15% əcnəbi müəllimə biz nə qədər maaş verməliyik? Biz bunu hesablamalıyıq əvvəldən və biz bunu illik büdcəmizə yerləşdirməliyik. Yoxsa bu elə arzu istək kimi qalacaq. Biz məsəl üçün deyiriksə ki, universitetdə tələbələrin 20% əcnəbi tələbələr olmalıdır. Biz bilməliyik bu hansı ölkələrdir, biz onları necə gətirəcəyik, onları gətirmək üçün hansı sərgilərdə iştirak etməliyik, ora kimlər getməlidir, bunun xərci nədən ibarətdir? Yəni arzu istəklərlə xərc, imkanlar üst-üstə düşməlidir ki, biz bu işi görək. Sonuncu sualım bu olacaq ki, Rüfət müəllim, bir vaxtlar ölkəmizi olimpiadalarda uğurla təmsil edən Rüfət Əzizovdan bugünkü gənclərə hansı məsləhət gələrdi? Ümumiyyətlə, Rüfət müəllim, uğur təsadüfüdür, yoxsa kimyadakı kimi dəqiq hesablanmış bir reaksiyadır? Düşünürəm ki, uğur bir çox hallarda planlıdır. Uğur, belə deyək, yəni təsadüfi olmur. Uğur əldə etmək üçün çox sistemli, strukturlu, planlı hədəflər olmalıdır. Bu hədəflər uğrunda gecə-gündüz işləmək lazımdır. İnsan özünü həsr eləməlidir. Bugünkü gün mən özüm də hələ də təhsil alıram. Yəni öyrənməyə çalışıram, çünki ümumiyyətlə mənim təhsildə cəmi 5 illik bir təcrübəm var. Daha çox təcrübəm sənaye ilə bağlıdır. Ona görə hələ öyrəniləsi məsələlərimiz çoxdur. Yəni daha çox öyrənmək, daha çox işləmək, əsasən özünü həsr etmək çox vacibdir. Bütün bunları edərkən də egoist olmaq lazım deyil. Siz bütün işlərə bu aiddir. Heç kim tək heç bir iş görə bilməz. Heç kim tək özündən bir strategiya qurub qabaqda qaça bilməz. Ümumi olaraq burada əməkdaşlıq çox vacibdir. Müxtəlif tərəflərlə əməkdaşlıq, müxtəlif bu universitetlər arası əməkdaşlıq, tələbələrlə, müəllimlərlə. Yəni
olduğunuz yerdə daha çox necə deyim, əməkdaşlıq mühiti qurmaq, bir-birinə başa düşmək çox vacibdir. Yəni bunu mən tövsiyə edərdim. Ən çox da çalışmaq, gecə-gündüz çalışmaq lazımdır. Rüfət müəllim, mən sizə çox təşəkkür edirəm bu səmimi və özəl müsahibə üçün. Çox sağ olun ki, təklifimizi qəbul etdiniz və özəl müsahibənin qonağı oldunuz. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Bayramınız mübarək olsun. Uğurlar arzu edirəm. Çox sağ olun. Ümid edirik ki, 2026-cı il sizə və kollektiviniz üçün düşərli bir il olar. Çox sağ olun. Çox təşəkkür edirəm. Çox sağ olun. Dəyərli izləyicilərimiz, beləliklə özəl müsahibənin 2025-ci il üçün, yəni bu ilə olan sonuncu müsahibəsidir. 2026-cı ildə görüşmək ümidi ilə sizinlə sağollaşırıq və qeyd etmək istəyirəm ki, bugün qonağımız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov idi. Sağ olun.